Bərdə şəhəri Nəriman Nərimanov adına 3 nömrəli tam orta məktəbin 3B sinif şagirdi Hüseynli Əli Toğrul Elzamin oğlu təhsil aldığı müddətdə yüksək nailiyyətləri ilə diqqət çəkib. 8 yaşlı məktəbli son 3 il ərzində müxtəlif müsabiqə və bilik yarışlarında iştirak edərək 29 fəxri fərman, diplom və təşəkkürnaməyə 6 medala layiq görülüb. Əli Toğrulun son uğuru Beyin Olimpiada Mərkəzi tərəfindən keçirilən Qlobal Riyaziyyat Olimpiyadasında qazandığı gümüş medal olub. O əldə etdiyi uğurlarda sinif müəlliməsi Ülviyə Mustafayevanın xüsusi əməyi olduğunu vurğulayır. Məktəbli bildirir ki, müəlliməsinin diqqəti düzgün istiqamətləndirməsi və davamlı dəstəyi onun uğurlarında mühüm rol oynayıb. Əli Toğrul həmçinin valideynlərinin də hər zaman ona dəstək olduğunu qeyd edir. Mən Hüseynli Əli Toğrul Elzamin oğlum. Mən 3 aylı tam orta məktəbin Nəriman Nərimanov adına olan 3B sinifində oxuyuram. Mən bu medalları Bakı, Gəncə və s. başqa rayonlardan almışam. Bu medalları mən almaq üçün gecə-gündüz çalışmışam və bu axırıncı medalımı isə Bərdədə çalışıb, Bərdədə imtahan verib, Bakıda medalımın özünü almışam. Məktəbin digər fərqlənən şagirdi İsmailova İpək Orxan qızıdır. 3B sinif şagirdi olan İpək təhsil aldığı müddətdə yüksək nəticələri ilə seçilərək çoxsaylı fəxri fərman və medallar qazanıb. O da Beyin Olimpiada Mərkəzinin təşkil etdiyi Qlobal Riyaziyyat Olimpiyadasında gümüş medala layiq görülüb. Bu uğur sayəsində İpək Sasmo Riyaziyyat Olimpiyadasında iştirak etmək üçün Sinqapura dəvət alıb. Hazırda beynəlxalq yarışa hazırlaşan məktəbli məqsədinə çatmaq üçün böyük əzmlə çalışdığını deyir. Mən İsmailova İpək Orxan qızı. Bərdə rayonu Nəriman Nərimanov adına 3 saylı tam orta məktəbin 3B sinifli şagirdiyəm. Mənim çoxlu diplomlarım və sertifikatlarım var. Mən Sasmo Olimpiyadasına gedib medal qazandığım üçün Sinqapura dəvət qazandım. Qeyd edək ki, hər iki şagird eyni sinifdə təhsil alır və onların uğurlarında sinif müəlliməsi Ülviyə Mustafayevanın xüsusi rolu var. Müəllimənin şagirdlərlə fərdi işləməsi, onların istedadlarının üzə çıxarılması və olimpiyadalara hazırlanması öz bəhrəsini verib. Valideynlər və məktəb kollektivi də əldə olunan nəticələri müəllim-şagird əməkdaşlığının uğurlu nümunəsi kimi qiymətləndirirlər. Bərdəli məktəblilərin qazandığı bu nailiyyətlər regionda təhsilin inkişafı və istedadlı şagirdlərin yetişdirilməsi istiqamətində görülən işlərin nəticəsi kimi qiymətləndirilir. Könül Kazımova, Şamxal Adgözəlov, Yusif Əliyev bugün informasiya proqramı üçün.